Siz bizi belə pusmasında yerinə qoymusunuz. İkinci zərbəni anamın olduğu yerdən vurdular. Bu insanlara kim bu qədər ixtiyar verib? Kim deyib ki, narahat olma, get nə istəyirsən elə? Bir nəfər metronun qabağına taxta qoyub meyvə satsa, o dəqiqə xəbər tutub gəlib yığışdırırsınız. Dünən baş verən hadisələr onu göstərir ki, bizim yaşadığımız ev tam olaraq bizə aid deyilmiş. Hər hansısa bir şirkət bina tikmək eşqinə düşüb sizin evinizi sökə bilər. Bu insanlara kim bu qədər ixtiyar verib? Kim deyib ki, narahat olma, get nə istəyirsən elə? Çünki bu həqiqətən də nə istədiyini eləməkdir. Siz tikinti şirkətindən daha çox söküntü şirkətinə oxşursunuz. Üzürləri qəbahətindən betərdir. Deyir, biz o evi səhvən sökmüşük. Daha keçib deyin, uşağın əli dəyib evin bütün mərtəbəsini aparıb. İndi sizə bir dənə görüntü göstərəcəm. Görün, səhvən ev sökmək belə olur. Eləmə Allahsızlar! Uçurtmayın evimi! Siz bizi belə pusmasında yerinə qoymusunuz. Biz güya bilmirik ki, evdən çıxmaq istəməyən adamları çıxartmaq üçün təlimatlar verilir. Gah suyu partladırsınız, gah işıqları kəsirsiniz. Ta ki o adam bezir və axırda sizin verdiyiniz qəpik quruşa razı olur. Suyu partladıb ərazini tərk edən maşının görüntüsü də var. Su partladı da. Sizin sudur. Hə. İndi də iddia eləyirlər ki, ay yarım milyon pul təklif eləmişik. Nə bilim 651 min pul verdi istəmədilər. Ona biz pul təşkil eləmişik bu evlə bağlı. Amma onun istədiyi 2 milyon civarındadır. Amma sakinlər nədənsə sizin dediyinizi demir. Məsələn, evini sökdüyünüz xanım deyir ki, yalan danışırlar. 173 min şifahi deyiblər, sonra da gələn gedən olmayıb. Bizə həmən ev sahibindən bu yazılıb. Yazdığını hərif-hərif oxuyuram. Ev sahiblərindən biri mənəm və məbləğ də iddia edikləri nə şifahi, nə də yazılı formada olmayıb. Profilimdə var, baxa bilərsiniz. Bu da həmin sənədlər və məhkəmənin qərarı. Bu hissəsini sizin üçün oxuyuram, baxın. Yasamal rayonu 1-ci Alatava küçəsində ev 118B ünvanında yerləşən evin sökülməsi, fiziki güc tətbiqi vasitəsilə xəsarət və ya başqa cür texniki müdaxilənin edilməsi FEBA Mənzil Tikinti Kooperativinə və digər şəxslərə qadağan edilir. 19 mart çıxarılan bu qərardan başa düşülür ki, bu şirkət əvvəldə müxtəlif üsullardan istifadə edib insanları evindən çıxartmağa çalışıb. Melisa Group buna nə deyəcək bəs? Bu məhkəmənin qərarı da səhvən olub. WhatsApp mesajı idi, əli dəyib gedib. Evi söküblər, deyirlər bilmədən olub. Bu məsələnin bir dəfə məhkəməsi olubsa, indi bu adamları saxlamaq toydan sonra nağara kimidir. Bunların üstünə vaxtında düşmək lazım idi. Bu hadisənin həyəcan siqnalı 19 martda çalınıb və görünən odur ki, heç bir nəticə çıxardılmayıb. Məhkəmənin qərarını saymayan adamlardan belə başa düşülür ki, bunlar nəsə güvənir. İndi görə güvəndiyi dağlar bu soyuğa nə qədər davam gətirə bilər. Buyurun, sizə həmən evdən alınan müsahibəni göstərirəm. Bilərəkdən məqsəd yönlü şəkildə evin içində ailə olduğumu bilə-bilə. Birinci buradan zərbə vurdular, bax o hasarı uçurtdular. İkinci zərbəni anamın olduğu yerdən vurdular və şüşələr töküldü, onun üstünə xəsarət yetirdi. Üçüncü zərbəni də belə deyim də ekskavatorun o hissəsi ilə altdan yuxarı vurdu, dağıtdı. 3 dənə zərbəni səhvən vurmuşsunuz da, hə? Evdə körpə, uşaq, yaşlı adam heç bir nəzərə alınmayıb. Bu hadisənin üstünə məlum olub ki, sən demə söküntü işləri də heç də düzgün aparılmayıb. Biraz da qurdalasalar görəcəklər ki, heç həmin ərazidə tikinti işləri də aparmaq olmazmış. Gərək sosial şəbəkələr paylaşsın, insanlar etiraz eləsin. Onda bütün qurumlar işə düşür ki, orada insan haqları yeyilir. Məhkəmənin qərarına riayət etmədiklərini biz sizə deməliyik. Bir nəfər metronun qabağına taxta qoyub meyvə satsa, o dəqiqə xəbər tutub gəlib yığışdırırsınız. O boyda məhkəmənin qərarını saymırlar. 2 mərtəbəli evi sökürlər. İş işdən keçəndən sonra məsələyə əl qoyurlar. İndi o şirkətin yiyəsini də, ekskavator sürücüsünü də saxlayıblar. Böyük bir səhnə qurulacaq. İşçilər deyəcək ki, təlimat bu idi. Təlimat verən də deyəcək ki, mən elə söz deməmişəm. Günə 20-30 manata canı çıxana kimi işlətdiyin işçilər sənin sözün olmadan addım da ata bilməz. Hələ qalmışdı ki, kimisə evini sökələr. Deyir ev yiyəsi bizdən 2 milyon pul istəyib. Birincisi bu iddia heç real məsələyə oxşamır. İkincisi də ki, adam yaşayıb öz evində, gəlib çıxardırsınız. Və deyirsiniz ki, mən sənə bazar qiymətindən daha çox pul verirəm. Al bu pulu artıq mərkəzdə yox, 30 km uzaq məsafədə yaşa. Sizin təklif etdiyiniz pula öz tikdiyiniz binada heç ev almaq olmur. Evi də satırsınız ilkin ödənişlə 5000, ayda 1100 manat ödəməkli 1000 illik kreditlə. Camaat illərlə öz evində kirədə qalır. Özü bu nə söhbətdir? Bazar qiymətindən çox verirəm. Mən öz evimdən çıxmaq istəmirəm. Onda elə çıxır ki, biz əlimizdə bazar qiymətindən çox pul saxlayıb hər şeyi ala bilərik. Bir insanın öz evini satmamaq kimi bir hüququ var, başa düşürsünüz? O insanla ortaq dil tapmaq əvəzinə zorbalıqla hərəkət edirsiniz. İndi sizin tikdiyiniz binada yaşayanlara 50 il sonra başqa bir şirkət gəlib deyəcək ki, biz burada bina tikirik, xahiş edirik çıxın buradan. Hamı bir nəfər kimi qanun qabağında eynidir. İndi canınız çıxsın cavab verin. Kimin pulu var, elə bilir ki, haqlıdır.